Ee, Xoş gördük hər birinizi. Hörmətli iştirakçılar, sizi bugünkü onlayn seminarımızdan salamlayıram. Bugünkü görüşümüzün mövzusu Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi Nizami Gəncəvinin və onun dünya ədəbiyyatında göstərdiyi böyük təsirdir. Nizami Gəncəvi yalnız Azərbaycan ədəbiyyatının deyil, eyni zamanda dünya ədəbiyyatının da ən parlaq simalarından biridir. Onun əsərləri ömür boyu müxtəlif xalqların ədəbi düşüncəsinə, mədəniyyətinə, mənəvi dünyasına təsir etmişdir. Bugünkü seminarımızda biz Nizaminin yaradıcılığına qısa nəzər saldıqda, onun əsərlərini, dünya ədəbiyyatındakını yerini, əhəmiyyətini birlikdə araşdıracağıq. Ümid edirəm ki, bugünkü görüş hər birimiz üçün faydalı və maraqlı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Seminarımızı açıq elan edirəm. İlk qonağımız Qarabağ Universitetinin kafedra müdürü, filologiya elmlər doktoru Əzzağa Nəcəfzadə. Buyurun Əzzağa müəllim. Salam, hər birinizi xoş gördük. Xoş gördük. Mən öncə hər birinizin Novruz bayramını təbrik edirəm. Bu gün ölkəmizdə İlahi Çərşənbə qeyd olunur. Bakıda buna adətən həmişə belə deyirlər. Yəni ki, bu günü necə qeyd etsən, ilin sonuna qədər də o cür olacaq. Mən çox sevinirəm ki, Türk-Azərbaycan dostluğunun bir nümunəsi olaraq və eyni zamanda dünyada Nizaminin öyrənilməsinin bir nümunəsi olaraq bu gün belə bir tədbir keçirilir və ona görə də tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Məruzəmizin mövzusu zaten Nizam və dünya ədəbiyyatıdır. Bu mövzuda mən qısa bir tezislərimlə deməli sizin qarşınızda çıxış etmək istəyirəm. Bilməm, paylaşım edə biləcəm yoxsa yox? Eğer alınabilse şuradan paylaşım etmek. İzin verdim hocam. Aha. Deməli, biz əgər nizam və dünya ədəbiyyatından danışırıqsa, Nizamini dünya ədəbiyyatından ayırmaq mümkün deyil. Yəni, düzdür, biz Nizamini Azərbaycan ədəbiyyatının nümayəndəsi adlandırırıq, Nizamini fars dilli ədəbiyyatın böyük nümayəndəsi kimi öyrənirik. Amma istəsək də, istəməsək də Nizami dünya ədəbiyyatının bir parçasıdır. Yəni, ümumi, deyək ki, dünya bədii təfəkkürü haqqında danışırıqsa, onu nizamisiz təsəvvür etmək mümkün deyil. Bu məsələni biz iki şəkildə nəzərdən keçirə bilərik. Dünya ədəbiyyatının nizamiyə təsiri və Nizaminin dünya ədəbiyyatının təsiri. Yəni, hər iki baxımdan baxdıqda biz ayrıca tədqiqat işi apara bilərik. Nizaminin dünya ədəbiyyatının hansı nümayəndələrinə təsir göstərdi, yaxud da dünya ədəbiyyatına necə təsir göstərdiyi məsələsini tartışa bilərik, mübahisə edə bilərik, müzakirə edə bilərik və Nizaminin dünya ədəbiyyatına təsirindən də danışanda bunu da iki istiqamətdə baxmaq mümkündür. Deməli, dünyanın Nizamiyə təsiri haqqında danışanda biz onu görürük ki, Nizami dünya xalqlarının ədəbiyyatından həm bilavasitə bəhrələnmişdi, həm də bilvasitə bəhrələnmişdi. Yəni, məsələn, Nizaminin əsərlərində əgər biz Yunan müəlliflərinin haqqında məlumatlara rast gəliriksə, Nizami özdə qeyd edir ki, mən Yunan müəlliflərinin əsərlərini ərəb dilinə tərcümədə yəni oxumuşam, onlardan tanış olmuşam və əsərlərimə gətirmişəm. Amma Nizami qədim Pəhləvi dilində, qədim Yahudi dilində Nəsrani abidələrini incələmiş və onların hər birini istədiyi şəkildə öz əsərinə gətirməyə bacarmışdır. Nizamiyə təsir haqqında danışanda biz şərq ədəbiyyatının bilavasitə təsirini danışırıq, amma qərb ədəbiyyatını isə bilvasitə təsirindən söhbət edirik. Yəni, deyək ki, Nizamidən qabaq yaşamış Firdovsinin əsərlərinin Nizami yaradıcılığına təsiri aşkar şəkildə. Düzdür, Nizami Gəncəvi konkret olaraq öz əsərində Firdovsinin konkret adını çəkmir, amma Tuslu Qoca, həmin Tuslu deməli Dehqan adını çəkməklə, yəni Firdovsinin əsərlərindən istifadə etdiyini deyil. Təkcə deyək ki, fars ədəbiyyatından deyil, digər şərq mütəfəkkirlərinin əsərlərindən də bəhrələndiyini biz görürük. Yəni, onun əsərlərində ayrı-ayrı deyək ki, rəvayətlər var. Hətta Buddist mətnlərdən də Nizaminin bəhrələndiyini
aşkar görmək mümkündür. Əgər biz istər İskəndərnamə əsərinə, istər Yeddi Gözəl əsərinə baxarıqsa, orada Buddist çapaqların nizami yaradıcılığına təsir göstərdiyini aşkar görmüş oluruq. Sözsüz ki, Nizami Gəncəvi qeyd edir ki, hansı coğrafiyada qədim türklər yaşayır, onlar hansı dini inanclara sahibdirlər. Amma yəqin ki, o mənbələri bilavasitə, məsələn, Çin dilində, ya Hind dilində, məsələn, oxumamışdı. Nizami Gəncəvi onlar haqqında olan məlumatları, deyək ki, ərəb coğrafiyaşünaslarının, yaxud da ərəbcə yazan, deyək ki, əcəmli müəlliflərin əsərlərindən götürmüşdür. Və eyni zamanda da qərb ədəbiyyatının təsirindən danışanda biz onun deməli Yunan mənbələrini deməli bilavasitə oxumadığını düşündük. Çünki həmin əsərləri ərəb dilinə tərcümə edilərək oxuduğunu, bəzilərinin şərhləri ilə tanış olduğunu yəni bilirik. Bəzi mənbələr var ki, məsələn biz əgər Təbərinin tarix kitabını götürmüş olsaq, Nizami Gəncəvinin İskəndərnamə əsərində İskəndərin başına gələn hadisələr, onun Amazonkaların ölkəsinə getməsi haqqında məlumatları Nizami Gəncəvi həmin mənbədən götürüb. Orada bir neçə nümunə verilir. Nizami bir neçə nümunədən sadəcə birini götürərək bəhrlənmişdir. Bir nümunəni sadəcə qeyd eləmək istəyirəm. Əgər biz Nüşabə ilə Nizaminin görüşü haqqında danışırıqsa, bilirsiniz ki, deyək ki, Firdovsinin Şahnamə uşaqlarını istəyirdi, onun siyahını götürdü. Müəlliməsini öyrən, gör nə istəyir. Başam dedilər, qoğal dedilər. Nizaminin Şahnamə əsərində Firdovsinin Şahnamə, bir dənə xahiş edirəm, onu söndürərdir də kilsə. Adil Abbasov Firdovsinin görünüyor Şahnamə ama lütfen əsərində sesi kapatır mısınız? Ne gibi adı bu şeyler hem daha evden çıkmış. Adil Abbasov, İlisu, xahiş edirik səsi bağlayardınız da. Yok yok hiç olmayasın. Çok şey çıkmıyor. Çox sağ olun. Buyurun. Təşəkkür edirik. Deməli Firdovsinin Şahnamə əsərində orada bir obraz Əndəlüsün hökmdarı təsvir olunur. Həmin Əndəlüslü deyək hökmdarla Nüşabənin daha doğrusu İskəndərin görüşü verilirsə, sonrakı deyək ki, mərhələdə eyni zamanda deməli Nüşabə ilə görüş də Ət-Təbərinin əsərində göstərilmiş olur. Nizami bir neçə variantdan Falestrisa ilə görüşü deyil, o məhz Nüşabə ilə görüşü əsas alaraq əsərinə gətirir və bir növ həm də vətənpərvərlik nümayiş etdirmiş olur. Yəni, qərb ədəbiyyatında olan mənbələrə də Nizami özünə məxsus yanaşır və əsərinə uyğun şəkildə daxil eləmiş olur. Nizaminin təsirindən danışanda şərq ədiblərinin deməli yaradıcılığına sələf-xələf münasibətini görürük. Gəncədə yaşamış böyük nizamşünas alimimiz deməli Xəlil Yusifinin ayrıca bir tədqiqat əsəri var bu sahədə. O sələflər və xələflər mövzusunda tədqiqat işi aparır. Eyni zamanda Nizaminin deməli həm türk xalqlarını, həm də digər fars dilində yazan xalqların yaradıcılığına təsiri barədə məlumat verir. Nüşabə Araslı'nın tədqiqatını diqqətinizə çatdırmaq istəyirəm ki, o Nizami və türk ədəbiyyatı mövzusunda tədqiqat işi aparır və belə qənaətə gəlir ki, Nizamidən sonra nəzirələr yazan, əsərlərini sərbəst şəkildə tərcümə edən, deməli, onun əsərlərindən bəhrələnən şairlər sırasında türklərin, yəni Osmanlı türklərinin də həmçinin və Cığatay türklərinin üstünlüyü təşkil etməsi onu göstərir ki, Nizami türk idi, baxmayaraq ki, əsərlərini farsça yazırdı, amma türk dilində düşünürdü. Ona görə də onu daha çox anlayanlar türklər olduğu üçün əsərlərində türk təsirini anladıqları üçün ondan bəhrələnmişlər və əsərlərinə gətirmişlər və Nizami təsiri ilə yazan şairlər sırasında deməli bir çox sənətkarların adlarını qeyd edə bilirik. İndi biz açıqlayacağıq. Və qərb ədiblərinin də Nizamidən bəhrələnməsindən danışırıq. Biz Şekspirin Romeo və Julietta əsərini, yaxud da ki, hələ Otello əsərini, Hamlet əsərini diqqətlə nəzərdən keçirəndə Romeo və Juliettada təkcə
Nizaminin iki əsərinin təsiri, həm Leyli və Məcnun, həm də Xusrov və Şirin əsərinin təsiri aydın görülməkdədir. Yəni əsərdə ümumi süjet Leyli Məcnunu bizə xatırladırsa, sonunda ölüm səhnəsi məhz Şirinin Xosrovun məzarı üstündə özünü öldürməsini bizə xatırlatmış olur. Yəni yəqin ki, bilavasitə Nizaminin əsərindən Şekspir bəhrələnməsə də, onun əsərinin təsiri ilə yaranan şifahi xalq ədəbiyyatı nümunələrinə yararlanmışdır. Dünyada nə qədər kitab var belə, çalışıb, əlləşib, gətirdim ələ. Ərəbcə, dəricə, yeri düşərkən, Buxari, Təbəri əsərlərindən oxudum, sonra da vardım. Hər gizli xəzinədən gövhər çıxardım. Əlimə yetişən hər bir varaqdan nüsxələr bağladım, mən zaman-zaman bir şair. Yəni bu əsərin parçasında biz onu görürük ki, Nizami Gəncəvi ərəbcədə, dəricədə əsərləri oxumuşdu. Yəni həm ərəb dilində, həm də dəri dilində, yəni müasir fars dilində olan mənbələrdən bəhrələnmişdi. Özü mənbələri də bilavasitə göstərir və Buxari Təbərinin adını çəkmiş olur, nüsxələrdən faydalandığını deyir. Nizami müxtəlif dillərdə olan fərqli mənbələrdən faydalanır, müxtəlif dini inanca sahib olan əsərləri araşdırır. Ən qədim tarix əsərlərdən mən Yahudi, Nəsrani və Pəhləvilərdən ən incə sözləri əlimə saldım, qabığı ataraq məğzini aldım. Diqqətlə burada baxaq, bəzi mənbələrdə deyək ki, Sovet dövr tədqiqatçılarının deyək ki, səhv istiqamətinə əsaslanaraq Nəsrani mənbələrini erməni mənbələri kimi qeyd edirlər. Mən onu qeyd eləmək istəyirəm ki, vaxtilə Azərbaycan ərazisində müsəlmanlar və xristianlar paralel yaşayırdılar. Hətta bu il biz böyük yubileyinə hazırlaşdığımız Xaqani Şirvaninin anası da Nəsrani təriqətinə məxsus olan xristian qadını idi. Və burada bilirsiniz ki, ermənilər Qriqoryan deyək ki, qoluna məxsusdular. Xristianlığın, nəsranilər isə bizim bildiyimiz Alban, Qıpçaq, türkləri idi. Yəni millət etibarilə türk olsalar da onlar xristian idilər və Nizami Xosrov və Şirin əsərində Bərdədə olan əlyazmadan danışırsa, məhz həmin xristian mənbəsini nəzərdə tutmuş olur. Bir şey də qeyd edeyim ki, Pəhləvi dilində olan bir mənbə də aşkarlanıb. Firdun Qurbansoy adında Azərbaycan alimi həmin mənbəni aşkarlayır. Coğrafiya kitabıdır. Deməli, Şahzadə üçün yazılmış həmin coğrafiya kitabında bir-bir şəhərlərin adları çəkilir ki, ey gənc hökmdar, sən gələcəkdə bax bu ərazilərə hakim olacaqsan. Onlardan biri də Gəncə şəhərinin adı. Və həmin Gəncə şəhərinin tarixi haqqında qısa bir qeyd verilir. Həmin qeyddə göstərilir ki, bu şəhərin əsasını qoyan Frasiyab. Yəni, Əfrasiyab dediyimiz şəxs isə bizim hamımızın başında bildiyimiz Alpar Tonqadır. Nizaminin Xosrov və Şirinində də Xosrov ilə Şirinin qarşılaşdırılması zamanı BBC-nin onun Keyxosrov nəslindən olmasını, amma bizim Əfrasiyab nəslindən olmasını göstərməsi də və Nizaminin həmin Pəhləvi dilində olan mənbədən xəbərdar olduğunu da nümayiş etdirir. Deməli, şərqdə nə yazmaqdansa necə yazmaq daha önəmlidir. Ona görə də müəlliflər adətən eyni mövzunu təkrarlayırdılar. Məsələn, sanki Leyli Məcnun yazmaq üçün şairlər arasında bir, deyək ki, yarışma var idi. Kim daha gözəlini yazacaq, tarixdə kim qalacaq. Ona görə də Nizami yazırdı ki, söz kimyasının iki ustadı qətim metalları təzələdilər. Biri misdən gümüş, xüsusi gümüş yaratdı, o biri isə həmin gümüşdən xalis qızıl düzəltdi. Özünün, yəni Firdovsinin mənbəsindən bəhrələnməsini bu şəkildə göstərmiş olur. Yaxud da Nizami başqalarının fikrini orijinal qaydada inkişaf etdirdiyini söylüyor. Əlimə yetişən hər bir varaqdan nüsxələr bağladım, mən zaman-zaman deyir. Nizami hər zaman iqtibas etdiyi mənbəni də göstərir. Yəni, plagiat etmədiyini bizim müasir dilimizdə desə, bilavasitə nümayiş elətdirmiş olur. Burada da görürsünüz, qoca şair deyənlər, məsələn, o Xosrov və Şirinin haqqında danışanda məhz deməli burada həvəsnamə, eşqnamə yazdığını qeyd edir. Deyir ki, o isə hökmdarların tarixindən yazırdı deyə orada eşq məsələsinə xüsusi diqqət yetirməmişdir.
Ümumiyyətlə, biz Sirlər Xəzinəsi əsərində Nizami Gəncəvinin Hind və Yahudi folklorunun təsirini görürük. Xosrov və Şirin əsərində Firdovsinin Şahnaməsindən bilavasitə bəhrlənməni görürük. Leyli və Məcnunda ərəb əfsanəsinin şahidi oluruq. Yeddi Gözəl poemasında dünya xalqlarından, şifa xalq ədəbiyyatından bəhrlənmələrin şahidiyik və İskəndərnamə əsərində də Yunan əfsanələri və deməli, filosoflarının deyək ki, həyat və yaradıcılığını, həyat və fəaliyyətini görürük. Hətta İskəndərnamənin ikinci hissəsi olan İqbalnamədə biz İskəndərin ətrafında bütün filosofların, həm Roma, həm də Yunan filosoflarının eyni zamanda da deyək ki, Fars deyək ki, mühitinin, o vaxt elə Fars yox idi, Pəhləvi mühitinin yetirməsi olan filosofların birgə yığışaraq müxtəlif dünya məsələləri haqqında fikir irəli sürməsinin şahidi oluruq. Bu da Nizami Gəncəvinin mütaliə dairəsinin necə geniş olduğunu göstərir. İskəndərnamə əsərində bir motiv də var ki, türk arkadaşlarımıza buradan səslənirəm ki, yəqin ki, onlar Qordiyon şəhərində olublar. Qordiyon şəhərində məşhur o Qordiyon düyünü məsələsi var. Orada Midasın Timürüsü var, yəni məqbərəsi var ki, Nizami Gəncəvi həmin məqbərəni görmədən Midasın obrazını İskəndərnamə əsərinə gətirib çıxarır. Yaxud da Pamukkale adında bir ərazi var Türkiyənin ərazisində. Burada əhəngdən olan bulut kimi dağları görürük. Nizami Gəncəvi Ağdistis hekayəsini bir başqa bir variantda yenə də İskəndərnamə əsərinə daxil edir. Şahzadə qızın möcüzəvi su nəticəsində sağalması motivini əsərinə daxil edir. Bu da onu göstərir ki, Nizami Gəncəvi Yunan əfsanələrini də çox gözəl vermiş, amma onları özünə məxsus olaraq əsərinə gətirmişdi. Yəni, orada deyək ki, paganist düşüncəni kənara atmış, ancaq folklor motivlərini üzə çıxararaq əsərinə daxil eləmişdi və sözümün yekun olaraq onu demək istəyirəm ki, Nizami Gəncəvi dünya ədəbiyyatından necə bəhrələnibsə, ondan daha artığını da dünya ədəbiyyatına verib ki, onun da dünya ədəbiyyatında nümayəndələri var. Yəni, qərb ölkələrində Nizamdan bəhrələnənlər var, şərq ölkələrində Nizamın ardıcıları çoxdur. Əmir Xosrov Dəhləvi, Mövlana Cəmaləddin Rumi, Əbdülrəhman Cami, Əlişir Nəvaini görürük ki, bunların sırasında da əksəriyyəti türkdür. Yəni, Əmir Xosrov Dəhləvi Hindistanda yaşasa da, atası türk idi. Mövlana Cəmaləddin Rumi bir türk idi. Əbdülrəhman Cami, deyək ki, tacik ədəbiyyatının görkəmli nümayəndəsi olmasına baxmayaraq, türk mühitinin yetirməsi idi. Əlişir Nəvai də türk dilində ilk xəmsə yazan müəllif kimi tarixə düşmüşdü. Ona görə də Əlişir Nəvai yəni böyük hökmdar, böyük şair ilə deyək ki, pəncə-pəncəyə vurmağın çox çətin olduğunu söyləyirdi. Dünya ədəbiyyatında artıq qeyd elədiyim Şekspirin yaradıcılığında biz Romeo və Juliettada Leyli Məcnun əsərinin təsirini, Hiller'in Trondot əsərində Yeddi Gözəldəki Slav şahzadəsinin hekayəsinin oxşarını, Yeddi Gözəldə Bəhramnamə motivi ilə deməli, Boccaccio'nun Decameron əsərinin oxşarlığını görürük və Hötedə Nizami yaradıcılığına dərin hörmət bəsləmiş, onun sənəti qarşısında heyrətini gizlətməyərək ona bənzətmələr yazmışdır. Yəni, Hötenin qiymətləndirməsi var ki, Nizamini deməli çox yüksək qiymətləndirir və onun əsərlərini öz yaradıcılığına təsir göstərdiyini etiraf edir. Ən çox isə sözsüz ki, müqayisə olunur Alighieri Dante'nin deməli, bəşəri komediyası ilə Nizami Gəncəvinin deyək ki, Yeddi Gözəli və digər yaradıcılığındakı motivlər də var. Bir dənə motivi demək istəyirəm ki, əgər o deyək ki, Xızır obrazını Nizami əsərinə daxil edirsə, bir mənəvi lider kimi Nizami əsərində də keçmiş şair, daha doğrusu Alighieri Dante'nin əsərində də keçmiş şairlərinin bax bu cürlə xəyali obrazları əsərə daxil edilib. Təşəkkür edirəm. Kiminsə nəsə sualı varsa cavablandırmağa hazıram. Bir daha minnətdaram ki, mənə ilk sözü verdiniz. Mən dərsə gedəcəm deyə 11:50-də sizdən ayrılma məcburiyyətində olacağam. Hər birinizi bir daha bayramını təbrik edirəm, uğurlar diləyirəm. Çox sağ olun. Dəyərli fikirləriniz üçün minnətdarıq sizə.
Sizi bugünkü seminarımızda görməkdən çox şad olduq. Çox sağ olun. Təşəkkür edirəm. İndi isə çıxış üçün söz verilir doktor Dasent Gökmen Kılıçdaroğlu, Düzce Universiteti. Buradadır mı Buradayım. qonağımız? Ah, Buyurun, hoş gördük sizi. Hepinizi selamlıyorum. Gökmen Kılıçoğlu Türkiye'den. Öncelikle şunu söyleyeyim, ben bir edebiyatşünas da değilim. Baktığınız zaman bir nizamşünas da değilim, ama Türk kültürünü öğrenmeye çalışan, onun şairlerini, onun yıldızlarını öğrenmeye çalışan bir heveskar gibi burada bir çıkış yapmış olacağım, birkaç söz paylaşmış olacağım. Şüphesiz ki buradaki bu konuyla ilgili uzmanların karşısında bizimki ancak bir meraklı nasıl görmüştür bunu, onun seviyesinde olacak. Kusurlarımız için de şimdiden af dilenmiş olalım. E, Ben Nizami'nin belki de bu günümüzde, şimdi bugünlerde yaşanan e, olaylarla ilgili verilebilecek bir böyle küçük bir dörtlüğünden başlamak istedim. Adalet hem işe zafer getirer, zulüm ise aleme zarar getirer. Sehavet perdeler çeker ayıp üste, himmet sadama hüner getirer diyen baktığımız zaman şairin tam da bugünlerde bu alemi birbirine katan Amerika'nın işte İran'ın baktığımız zaman tüm Orta Doğu'daki Müslüman hakların bir neredeyse bir soykırıma uğratıldığı, adaletsiz bir durumda olduğu dönemde herkesin bir kere daha bir Nizami Gencevi'ye, biraz onun adalet düşüncesine bakmasının önemli olduğunu görüyorum. E, Bizim için problemlerden biri bu. Yani tabii ki bugünkü konumuz hani Batı edebiyatına etkisi, ama önce biraz Türkiye'deki durumundan da bir bahsetmek lazım. Üzücü olan şey şu: biz yani Türkiye'de Nizami'nin eserlerinin e, böyle e, profesyonel bir çevirisine, tam layığıyla okuyabileceğimiz bir çevirisine çok da sahip değiliz. Yani olanlar var, fakat anlamada yani Nizami'nin gerçek değerini görebilecek şekilde onu hisle okuma konusunda birazcık eksiğimiz var. Bir diğer unsur, onun Farsça yazması sebebiyle, yani Türkiye'de de çok sık rastladığımız, onu bazen Fars şairleri sırasına koymaları. Ee, Yani belki bu konuyla ilgili en çok bizi rahatsız eden, üstünde durduğumuz şey buydu. Ki olur yani, bugün de çoğumuz makalelerimizi İngilizce yazıyoruz. Hiçbirimiz Amerikalı ya da İngiliz olmadık. Dolayısıyla Nizami Gencevi de yine bir Gence gibi Türk kültürünün, Türk özü olan bir menbaada doğan birisi ve Türk olarak karşımıza geçer. Şimdi benim açımdan böyle çarpıcı olan şeylerden birisi, bu Nizami'nin adalet problemi karşısındaki durduğu sözler. Burada Nizami Türk devlet geleneğindeki adaleti de gösteriyor. Yani onun Sultan Sencer'le İhtiyar Kadın hikayesindeki işte Türklerin devleti yücelik mertebesine erişince memlekette adaletin, sevginin yer tuttuğunu, ama Sencer'in bu adaletsizliğiyle bunu bozduğunu, dolayısıyla ona sen Türk değilsin demek ki diye hitabını görüyoruz. Sen çapulcu bir Hindusun, senin yüzünden saadetin yuvası harap oldu diyor. Senin elinden köylünün harmanı ekinsiz kaldı. Burada bu zulüm ve haksızlığa karşı yazmış olduğu sözlerin keşke Batı edebiyatını da Batı siyasetini de etkileyecek şekilde onların gözüne bir kere daha ortaya koyabilmiş olsak. Şimdi şairin baktığımız zaman Batı'da biliyorsunuz bir Rönesans dönemi var. Bunun önemli unsurlarından biri hümanizm düşüncesiydi. Biz Gencevi'de bu hümanizmi bu Rönesans'tan asırlar önce görüyoruz. Onun içerisindeki işlediği konular, bunu yansıtması önemli ölçüde bu Rönesans'ı ortaya koyan bir olay. Bu da İslam dünyasının bir kaybı ve ayıbı ki İslam dünyasında bu Rönesans çıkışı daha sonra çok da sahiplenememiş ve maalesef o İslam'ın o görkemli, Müslümanların görkemli medeniyeti daha sonra sönmeye yüz tutmuş. Yine Batı'nın da Doğu'nun da dikkatini çekmesi gereken, bugüne kadar çektiğinin ötesinde çekmesini gereken bir konu da yine doğa üzerine yazdıkları aslında. Bu Gencevi'nin doğanın tahrip edilmesi, bunun karşısında doğacak felaketlerle ilgili
Yani onun estetik eserlerinin içerisinde bu ekolojik düzen konusunda da unsurlar görebiliyoruz. Yani çevre problemleri üstünde de bunları görebiliyoruz. Yine dünya hayatını bir bütün olarak alması ve bir bütün olarak koruma düşüncesi onun öne çıkan görüşlerinden olarak ele alınabilmekte. Şimdi Nizami'nin Doğu edebiyatına etkisini zaten biliyoruz. O çok kesin. Yani biraz önce kıymetli hocamızın da söylediği gibi burada doğrudan bir etkisi var. Yani Nizami'nin eserleri Doğulu yazarlar tarafından taklit edilmiş, hem tematik hem yapısal unsurlar şeklinde kendini göstermiş. Hamsesi'nin hem Türk hem Fars hem Hint edebiyatında bir Nizami okulu oluşturduğunu ifade etmek mümkün. Yani hem nazire geleneği açısından baktığımız zaman Nizamiye birçok nazirelerin yazıldığını görüyoruz. Yine eserlerinin yani işte Hüsrev Şirin olsun, Leyla ve Mecnun olsun çok etkilediğini görmekteyiz. Mesela Emir Hüsrev Dehlevi Hint sahasında doğrudan onun örneklerini görüyoruz. Yine Ali Şirnevai'nin Özbek alanında kendi hamsesiyle Nizami'nin edebi mirasını Türkistan coğrafyasına taşıdığını görüyoruz. İşte Fuzuli büyük şairimizin Leyla ve Mecnun mesnevisi yine Nizami'nin eserinden etkilenmiş. Tabii yani Fuzuli'nin kendine has durumu başka bir olay. Yine hocamızın dediği gibi doğuda hani aynı konuyu hangimiz daha güzel işliyoruz gibi bir rekabet de söz konusu. Fuzuli'nin yeri ayrı ama burada yine tabii Fuzuli de yine baktığımız zaman Nizami Gencevi'nin o açtığı ışıklı yolda üstüne durmuş. Şimdi tematik ve felsefik olarak baktığımız zaman Nizami'de aşk, adalet, ahlak ve insanlık gibi temaları var. Bu sonraki Doğu şairleri için bir rehber olmuş, bunları etkilemiş bir durumda. Hem felsefi derinliği hem tasavvufi öğeleri yine Doğu düşüncesini zenginleştiren bir unsur halinde karşımıza çıkmış. Batı edebiyatı üstüne baktığımız zaman aslında yani dediğim gibi zaten bir uzman olan hocamız bu konuyla ilgili derinlemesine söyledi ama biz de birkaç kelimeyle gene eklemiş olalım. Şimdi tabii bir doğudaki kadar doğrudan bir etkisinin olduğunu söylemek zor Batı edebiyatında ama Batı edebiyatının önemli eserlerinden bir kısmında bakıyorsunuz ki hani onun etri geliyor. Yani orada bir nizami kokusunu, nizami etkisini, ıtrını görüyoruz. Burada yine Höte'nin Doğu Divanı belki verilebilecek en önemli unsurlardan birisi. Bu Alman edebiyatının görkemli ismi. Nizami'yi de zaten dünyanın deha isimlerinden biri olarak adlandırmış. Batı Doğu Divanı'nda da doğrudan ondan etkilendiğini, ilham aldığını da görüyoruz, söylüyor yani. Hatta işte Sakiname'den etkilenerek kendisi bir Sakiname yazmış. Yine Lord Byron'un bu Leyla ve Mecnun'u Doğu'nun Romeo ve Juliet olarak nitelendirdiğini görüyoruz. Bu Shakespeare ve baktığımız zaman Nizami ilişkisinde şunu görmek mümkün. Yani Shakespeare doğrudan belki Nizami'yi görüp görmediği tartışılabilir. Ama dolaylı okumalarından ondan özellikle etkilenebildiğini ifade etmek söz konusu. Şimdi müzikte etkisi var. Turandot Operası'nda baktığımız zaman bu Yedi Güzeller'in esinlendiğini işte biraz önce ifade edildiği gibi biz de tekrar etmiş olalım. Yine bu Nizami'nin hikaye anlatıcılığının Batı sanatına nasıl etki ettiği konusunda da bize önemli bir örnek olabilmekte. Tabii Dante ile hani onun eserinde İlahi Komedyası'ndaki tematik benzerlikleri de herkes gibi biz de bir kere vurgulamış olalım. Şimdi e, Nizami'nin Doğu ve Batı edebiyatı üstündeki etkisini şöyle bir hani ortalama olarak bir kıyaslayabilirsek mesela etki şekli açısından baktığımız zaman Doğu edebiyatına hem doğrudan taklit nazire tematik ve yapısal ilham olarak etki ettiğini görüyoruz. Batı edebiyatlarında bu etkisi daha dolaylı. Yine tematik benzerlikler var. Hikayelerin adaptasyonlarını görüyoruz. Yine oryantalizm akımıyla birlikte özellikle ilgi çekip yeniden değerlendirildiğini söylemek mümkün. Şimdi etkisi önemli eserlerde ne var? İşte dedik ki Emir Hüsrev Dehlevi'nin Hamsesi, Ali Şirnevai'nin Hamsesi, Fuzuli'nin Leyla Mecnun'da Doğu edebiyatında bu etkileri görürken Batı edebiyatında işte Höte'de, Lord Byron'da yine Puccini'de görmekteyiz. Tematik olarak baktığımız zaman Doğu edebiyatının ilahi aşk, tasavvuf, ahlaki öğütler, kahramanlık destanları, işte adalet gibi unsurlarla
ona odaklanmış. Batı edebiyatında yani hangi tematik odaklar var Nizami ile? Burada da evrensel aşk duygusunun yansımalarını görüyoruz başta. Bu e, Romeo ve Juliet gibi eserlerde olduğu gibi yine egzotizm, işte doğu hikayelerine ilgi, felsefi paralellikler kurulduğunu görüyoruz. Şimdi kalıcılığı nasıl olmuş? Doğu edebiyatında bir Nizami okulunun oluştuğunu söylemek mümkün. Yıllarca süren bir edebi geleneği var. Ee, Özellikle Batı edebiyatına baktığımız zaman da romantik dönemde ve daha sonrasında edebi ve sanatsal ilham kaynağı olarak görüldüğünü söylemek mümkün. Şimdi girişte söylediğim gibi Nizami'nin eserlerindeki insancıl değerler, bunun bir derin felsefik düşünceyle ele alınmış olması, ee, yani hem Doğu ve Batı arasında bir köprü olma özelliğini de ortaya koymuş. Yine onun mirası farklı kültürler arasında diyalog ve anlayışın gelişmesine katkıda bulunmuş. Önemli bir figür olarak karşımızda. Dünya edebiyatının Doğu'nun zenginliğini tanıması açısından da önemli bir isim olarak karşımızda. Evrensel bir düşünür olarak da günümüze de yine ilham verdiğini ifade edebiliriz. Şimdi baktığımız zaman hani İslam dünyasındaki etkileri işte Arapça, Türkçe, işte Urduca birçok dile de etkilediğini gördüğümüz gibi batılı dillerde de hemen hemen tüm önemli batılı dillere eserlerinin çevrilmesi günümüzde de Doğu'nun bir anlamda işte İslam düşüncesinin, İslam tasavvufunun etkileme unsurunu yansıtabildiği için de hala önemli bir figür olarak karşımızda diyorum. E, Yani bir şey olursa, katkımız olursa daha sonra eklemiş oluruz. Şimdilik bununla yetinmiş olalım. Hepinizi tekrar selamlıyorum. Nevruz Bayramınızı da kutluyorum. Akabinde de çok yakın olan Ramazan Bayramınızı da şimdiden kutlamış olayım. Çok teşekkür ediyorum. Teşekkür edirik Gökmen bəy. Çox sağ olun. Sizler de sağ olun. Növbəti çıxışımız Metin Yıldırım, Türk Platform Başkanı. Buyurun Metin müəllim. Çok teşekkür ediyorum Dilara Hanım. Buradan bütün orada bizi izleyenlere, Gökmen Hocama, diğer Aziz Ağa Hocama ve diğer arkadaşlarıma selamlarımı gönderiyorum. E, Demin Gökmen Hocam da bahsetti. Biz bir nizami sever gibi bu olaya bakıyoruz. Aşağı yukarı söyleyeceklerimiz şeyleri Aziz Ağa Hocam çok geniş bir perspektifte anlattı. Gökmen Hocam da zaten konuyu genişletti. Ben şöyle bakmak istiyorum olaya. Şimdi o yaşadıkları dönem de çok ilginç geldi bana. Yani Nizami'nin yaşadığı dönemden önce bakıyoruz mesneviler tek bir eser şeklinde. Oysa Nizami bunu böyle bir hamseler şeklinde 5 tane şekliyle ortaya koymuştur. Bu bana ilginç geldi, değişik geldi. Bir de dönemlerine bakıyoruz. Şimdi elbette şiirdir, müziktir, edebiyattır. Bunlar bütün insanlığın ortak kültürüdür ve ortak malıdır. Ve herkes oradan bir şeyler alır ve oraya bir şeyler katar. Etkilenir, aynı zamanda da etkiler. Şimdi böyle baktığımız zaman Nizami Gencevi evet kendinden önceki yazarlardan, kültürden etkilenmiştir. Ama etkilemiştir de aynı zamanda. Şimdi dönemine bakıyoruz. Nizami Gencevi'nin yaşadığı dönem 1200'lü yıllar. Etkilediği döneme bakıyoruz. Şimdi bir şeyhinin yaşadığı döneme bakıyoruz. 1370'li yıllar, 1431 yıllar arasında yaşamış bir yazar ve şairi etkiliyor. Bir Fuzuli'ye bakıyoruz, etkilenmiş. 1500'lü yıllarda yaşamış Fuzuli. William Shakespeare'e bakıyoruz. 1550'li yıllarda yaşamış. Ama burada ortaya koymuş oldukları şey birbirlerinin demin Gökmen Hocam'ın bahsettiği gibi kim daha iyi yazıyor o konuyu bir yarış içerisinde ama geçmişi reddetmeden geçmişin güzelliklerini de alarak kendini geliştirerek bir eser ortaya koyuyor. Yine mesela etkilendikleri insanlardan yani Hint şairlerinden Amir Kurusov'un o da 1250 yıllarda yaşamış. Belki
en yakın dönemde olanlardan birisi. Ali Şirnevai yine 1500'lü yıllarda yaşıyor. Fuzuli'yi demin bahsettik. 1483-1556 yılları içerisinde yaşanan bir şey. Peki nasıl oluyor da Leyla ile Mecnun 1500'lü yıllarda, yani Nizami'den 350 yıl sonra yaşayan William Shakespeare'ın Romeo ve Juliet'inde ortaya çıkıyor? Bu kültürün devamlılığını bize gösteriyor. Buradaki işte başka bir şeyi daha var Nizami Gencevi'nin. Kadın figürleri de çok ön planda. Yani burada kadını mesela Hüsrev ve Şirin'de olsun, Yedi Güzeller'de olsun devleti yöneten, bilge, irade sahibi karakterler ve çok güçlü karakterler olarak görüyoruz. Bu aslında Nizami'nin yaşadığı o 1200'lü yıllarda, Orta Çağ'da gerçekten müthiş bir devrim diye düşünülebilir. Ya o kadının adının olmadığı dönemde Nizami Gencevi kadını bir yönetici, bilge, bir irade sahibi karakter olarak ortaya koyuyor. Gerçi Türk tarihinin en eski çağında bile kadınlar hatun olarak e, yönetimde söz sahibidir. Bu açıdan bir devamlık da görüyoruz biz burada. Yine etkilenen kişilerden demin hocalarımın söylediği gibi, yani bir Göte'nin Doğu Batı divanını hazırlarken Nizami'den övgüyle söz etmiş olması bizim için çok önemli. Henrik Heine'in yine lirik dehasına hayranlığını dile getirmiş olması. Betim Demin Hoca bir dakika. Bize ayrılan süre burada bitmek üzere. Vaxt gedərsə, yəni hemen növbəti linkdən, bağlıyorum, hemen evet, bağlıyorum, evet, növbəti hemen linkdən bağlıyorum. daxil olarız. Tamam. Ee, Burada şunu anlatmak istiyoruz. Özet olarak madem sınırımıza da geldik. Ee, Nizami Gencevi kendisi dünyadaki var olan şairlerden, sanatçılardan etkilenmiştir. Ama kendinden sonra olanlara da bir etkisi kesin söz konusudur diyorum. Ben de bayramınızı kutluyorum. Şimdiden bayramınız kutlu olsun diyorum. Teşekkür ediyorum. Yəni vaxt bitsə, eyni linkdən bir daha növbəti iştirakçılarımız kim Anladım. istəsə daxil ola bilər. İndi isə söz verirəm. Akça Kocabəy Siyasal Bilgilər Fakültəsi öyrətim üyəsi. Yəni vaxt bitəcəkdir. Növbəti linkdən hocamız buyurub davam edər. E, Dilara Hanım, o ben Yəni Mehmet Dağıstanlı yazar. Buyursun Mehmet müəllim. Şu anda onlar gelmediler. Evet, önceki toplantıda bir yerdeydik. Ola bilsin ki nəsə problem yaranıb. Evet, sonda bitireyim. Sonda onu qeyd etmək istərdim ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün dünya ədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Dünya ədəbiyyatında ondan sonra yaranmış görkəmli nümayəndələr əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almışdır. Bitirək. Çox sağ olun. Təşəkkür edirik. Bir daha yeni toplantılarda katılmak üzere, görüşmek üzere. Teşekkür ederim. Bayramınız kutlu olsun şimdiden. Sağ olun.